Bakı metropoliteninin 28 may stansiyasından qatarların Dərnəgül istiqamətdə hərəkətinə məhdudiyyət Cəfər Cabbarlı Nizami mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bakı metropolitenindən bildirilib ki, tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub, sərnişinlərin qırmızı və yaşıl xətlərdən, həmçinin 28 may və Nizami stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək. Bax, bu məlumat qurumdan verilib. Qeyd edək ki, Bakı metropoliteninin 28 may stansiyasından kəsişərək birləşdirilən qırmızı və yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi Dərnəgül elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra qırmızı və yaşıl xətlərin ayrılması üçün Cəfər Cabbarlı və Nizami stansiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə qırmızı xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar İçərişəhər Rəza Aslanov istiqamətində hərəkət edəcək. Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində metronun 28 may stansiyası qismən bağlanacaq.